Olduqca maraqlı mövzudur Şirin xanım, amma bunu tamaşaçılarla da biz davam etsək söhbəti, mən elə gəlir onlar üçün daha maraqlı olar. Böyük məmnuniyyətlə proqramımızın əvvəlində anons etdiyimiz hörmətli söhbətimiz artıq studiyamıza təşrif buyurub, canlı tele efirdə də əminəm ki, təqdimata ehtiyacı yoxdur və çalışdığı sahədə artıq böyük uğurlara imza atmış. Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Şirin xanım Məlikova bizimlə söhbətimizdə. Sabahınız xeyir olsun. Xoş gördük bir daha. Şadıq sizi salamlamağa. Sevinici hal ondan ibarətdir ki, istənilən halda muzey fəaliyyətini davam etdirir, onlayn şəklində gerçəkləşdirir. Eyni zamanda artıq müəyyən qaydalar dəyişəndən sonra ziyarətçilər üçün də muzeyin qapısı açılıb və biz xatırlayırıq ki, çox sayılı layihələri məhz Azərbaycan televiziyası ilə Mədəniyyət telekanalı vasitəsilə biz gerçəkləşdirmişik və bu davamlı xarakter daşıyır. Sizi görmək çox xoşdur Şirin xanım. Çox sağ olun, dəvətə görə və siz bizim layihəmizdə də iştirak elədiniz. Virtual ekskursiyada. Çox böyük uğurla təşəkkür edirik sizə. Milara xanım Səlim də dəvət edir. Bəli, çox gözəl, təşəkkür edirik sizə. Əməkdaşımız. Amma bugün istərdik biz bir qədər konkretləşdirsək. Bəli. Azərbaycan önəmli məqamlarımız əsas. Milli Xalça Muzeyinin Şuşa filialından və işğaldan sonra Şuşa filialının fəaliyyəti barədə istəyərdik bizə məlumat verəsiniz. Təşəkkür edirəm. Bildiyiniz kimi 1987-ci ildə Şuşada Mehmandarov gözəl imarətində Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyinin filialı açılmışdır və bu filialda bizim muzeyimizin əsas fondundan 246 əsər sərgilənmişdir. Onların sırasında təbii ki, xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli geyim, tikmə, parça və zərgərlik nümunələri, metal məmulatları çox gözəl sərgilənmişdir və bu muzey Şuşalıların və Şuşaya gələn qonaqların diqqət mərkəzində olmuşdur. Bizim də diqqətimizi əməkdaşlarımızın təqdim etdiyi bu görüntülərdir. Ona görə məsələ yaxınlaşdıq manikyura. Bəli, biz danışdıqca həmin xalçalar burada öz əksini tapır. Bəli və lakin 1992-ci ildə Ermənistanın təcavüzü nəticəsində bizim muzeyimiz təxliyə olundu və mən buna görə o dövrdə muzeyin direktoruna Röya xanım Tağıyevaya, Şuşa filialın müdürünə Hicran xanım Əliyevaya və o dövrdə Şuşa Mədəniyyət şöbəsinin müdürünə dərin minnətdarlığımı bildirirəm. Bizim eksponatlarının böyük qismini 183 eksponatı ilk öncə Bərdəyə və sonra Bərdədən Bakıya gətizdirə bildilər və bu eksponatlar bizim muzeyimizin daimi ekspozisiyada sərgilənirdi və hal-hazırda da bildiyiniz kimi biz müasir gözəl binada 6 ildir daha fəaliyyət göstəririk. Dünyada arxitektur baxımından da təkrarı olmayan. Bəli, təkrar olunmayan unikal bir binadır və unikal kolleksiya malik bir muzeydir. İlk xalça muzeydir bütün dünyada və biz burada 3-cü mərtəbədə bizim daimi ekspozisiyanın bir qolunu məhz Şuşa filialın eksponatlarına vermişik. Burada ən gözəl xalçalar, xalça məmulatları, milli geyim, hətta zərgərlik nümunələri də sərgilənir. Onu da qeyd edim ki, son illər ərzində biz xalça kolleksiyamızı daha da zənginləşdiririk və hətta bu filialın da yeni bir eksponatı bizdə sərgilənir. Bu haqda biz çoxlu məlumat vermişdik televiziyada, internetdə, radioda, hər bir yerdə. Bildiyiniz kimi bir neçə il bundan öncə Bağçada Güllər xalçası Los Angelesdə satılmışdı Hərracda. Bilinmir necə oradan yəni ki ora gedib çıxıb. Bəli və erməni antik xalçası kimi bu xalça satılmışdı. Ona baxmayaraq ki, onun üzərində Azərbaycan dilində Kirillicə yazı var və bizim həm yerlimiz... O da satanın savadsızlığından
irəli Bəli, gəlir. yəni ki, yox, bu bilirsiniz falsifikasiyadır və ermənilər illərlə bunu edirlər və bizim hal-hazırda işğal altında qalmış muzeylərdə 100 mindən artıq eksponat qaldı orada və onlar erməni adı ilə çıxardılır. Bizim mədəniyyətimiz falsifikasiya olunur. Ona görə biz indi 30 ildən çoxdur səbirsizliklə gözlədiyimiz anları yaşayırıq ki, bizim ordumuz, şanlı ordumuz bu torpaqları azad edir düşməndən. Və biz inanırıq ki, biz ümid edirik ki, çox yaxın zamanlarda biz Şuşada bu eksponatları yenə də biz ora aparacağıq. Bu gözəl binada, tarixi binada onları sərgiləyəcəyik və Şuşa filialın bu Dəsxəli Qəbə gözəl bir xalçalar biz İstəyirik ki, belə bağçada güllər hər bir obada orada açılsın, Dəsxəli Qəbələr bütün evləri bəzədilsin, yeni xalçalar toxunsun və bu bizim arzumuzdur və biz bilirik ki, bu olacaqdır. Bəli, inanlı addımlarla bu arzumuza doğru irəliləyirik. Günü-gündən biz irəliləyirik. Biraz əvvəl Şirin xanım, icazə verin bir məqamata oxunum. Biz qeyd etdik ki, bugün artıq dövlətimizin səyi nəticəsində və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi layihələr sayəsində Azərbaycan xalçaları dünyada təqdim olunur və anonim deyil, Azərbaycan adı ilə. Hətta hərracılarda belə siz söylədiyiniz kimi onlar əldə olunur. Bilirəm, bunu siz söyləməyəcəksiniz, amma Şirin xanım da xüsusi kolleksiyalarda saxlanılan insanlarla əlaqə saxlayır və hətta o kolleksiyalardan həmin xalçaların Azərbaycana gətirilməsi ilə bağlı səylərini əsirgəmir ki, onlar bizdə sərgilənir və bir sıra hallarda onlar sonra Azərbaycan tərəfindən əldə olunur və məhz Azərbaycanda qalır. Bəli, burada belə bir xalçamız da var. Onu da qeyd edim ki, bu il 10 il bu xalçadır, əjdahalı xalça. Biz bu xalçanı, bu Qarabağın simvoludur. Həqiqətən də əjdahalar Qarabağı qorusun, bizim Azərbaycanı qorusun inşallah. Əjdaha ürəkli yiğidlərimiz bəli bunu eləyir. Bu xalçanı biz qaytardıq. Demək olar ki, bu xalçalar dünyada çox tanınmış Xətai kompozisiyalı xalçalardır. Elə Səfəvi dövründə toxunulurdu. Şirvanda və əsasən də Qarabağda bu saray xalçalarıdır. Böyük ölçülərdədir, 6 metrəyə qədər uzunluğundadır və demək olar ki, tam şəkildə bu xalçalar Azərbaycandan ixrac olunmuşdur. Məsələn, Türkiyənin bir neçə muzeylərində, bir çox muzeylərində, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Hal-hazırda Heydər Əliyev Fondu tərəfindən bu xalça bizə alındı və hədiyyə olundu. 17-ci əsrin xalçasıdır. Biz çox xoşbaxtıq ki, bu xalça indi bizim ekspozisiyadadır və bütün çap materiallarımızda biz bu xalçanı göstəririk, təbliğ də edirik. Onu da qeyd etmək istərdim ki, son zamanlarda biz yeni bir xalçanı əldə etdik. Qarabağa məxsusdur. 18-ci əsrdir. Unikal bir xalçadır. Siz bilirsiniz ki, Çələbi xalçası da Qarabağın nümunəvi xalçalardan biridir. Burada onun şəkli də var. İndi biz göstərəcəm sizə. Bu xalça Çələbi 19-cu əsrdə toxunan bu xalçaların prototipidir. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərinə aid olunur və illərlə bu xalça erməni kolleksionerin kolleksiyasında olmuşdu. Aram Cereyan kolleksiyasında. 90-cı illərin sonunda isə Sotheby's həracında satılıb və 15 ildən çoxdur biz bir İtaliyaçı kolleksiyasında bu xalça saxlanılırdı. Biz neçə, hələ ki yox, biz onun təqdimatını keçirdəcəyik və gözləyirik bu anı ki, Şuşa alınsın və həmin günü biz bu xalçanın təqdimatını keçirdəcəyik. Bəlkə də elə Şuşada. Yəni bu çox bizim üçün vacib bir xalçadır. Bütün dünyada tanınmış bir kompozisiyadır. Çələbi xalçasının prototipidir. Ona görə yəni bizim xalçaçı şunaslar üçün ümumiyyətlə bu da çox vacib bir örnəkdir ki, biz görə bilirik ki, bu kompozisiya, bu ornamentlər necə inkişaf olunurdu. Onların inkişaf yolunu bu cür biz göstərə bilərik və sübut da edə bilərik ki, bütün bu xalçalar Azərbaycan mədəniyyətinə
mənə aiddir, Çünki məxsusdur. onların hər birində Azərbaycanın bölgələrinin, regionlarının, bəli, ornamentləri orada öz əksini tapıb. Bunlar tarixdir, bunlar Azərbaycanın tarixidir. Bu Azərbaycan deməkdir. Bu xalçaların özünə baxanda da biz orada hər elementdə bunu görürük, Azərbaycançılığı görürük. Rənglərdə bütün bu bölgənin gözəl təbiəti var və bütün bu təbiətin rəngarəngliyi demək olar ki, xalçalardadır. Hər regionun xalçası da özünə görə fərqlənir. Onu da qeyd edim ki, dünənləri biz muzeydə Cəbrayılın işğalın azadlığını biz qeyd elədik. Bizim muzeyimizdə həmkarlarımız var bu bölgədən. Mən də yeri gəlmişkən onlardan biriyəm. Mən sizi də təbrik edirəm. Bütün bizim Azərbaycan xalqımızı da təbrik edirik və biz xüsusi post da hazırladıq. Cəbrayıl xalçaları haqqında. Səhv etmirsə bunlar da xalçalardan biridir. Biz onları hal-hazırda post elədik və demək istəyirik ki, həqiqətən də bu bölgələrdə gözəl xalçalar toxunulmuşdur və bu xalçalar Azərbaycanı bütün dünyaya tanıdır. Bu mən həmişə deyirəm, bu da bu xalçalardan, Cəbrayıl xalçalarından biridir. Mən həmişə dəfələrlə bunu deyirəm ki, bizim Azərbaycan xalçalarımız bizim səfirlərimizdir. Bütün dünyaya bizim mədəniyyətimizin gözəlliyini onlar göstərirlər və sevdirirlər. Azərbaycanı sevdirirlər, həqiqətən də. Siz o qədər maraqlı və gözəl bəhs etdiniz. Mən bu söhbət əsnasında düşündüm ki, sanki bir Azərbaycan sehirli xalçasına əyləşib səyahət etdim tarixə. Minnətdarıq Şirin xanım, bəli, çox maraqlı həm söhbəti və çox maraqlı faktları bilir. Ona görə də sizinlə söhbət çox maraqlı alındı. Təşəkkür edirik. İşlərinizdə uğurlar arzularıq və inanırıq ki, arzularınızın hamısı çox yaxın gələcəkdə reallaşacaq. İnşallah. Minnətdarıq. Milli Xalçanın Muzeyinin direktor əməkdar mədəniyyət işçisi Şirin xanım Məlikova bizim həmsöhbətimizdir. Tam təfərrüatı ilə bu və digər məqamlara siz elektron sayt vasitəsilə daxil olduqda özünüz əldə edə bilərsiniz məlumatları. Biz də sizi çox saxlamırıq. Bilirik ki, çox sayılı layihələriniz, işləriniz var ki, onları biz işıqlandırdıqda mütləq yenə də görüşəcəyik.